Salam aleykum. Bugün mən şirniyyat haqqında danışmaq istəyərdim və bir neçə dəfə də danışmışıq. Təkrar biliyin anasıdır və əlavə məlumatlarımız da var. Bunları da çatdıram. Yenə də bizim elə Bakı şəhərində hər addım başı şirniyyat mağazaları açılır. Çox çətindir. Həqiqətən mən insanlarımızı o qədər də qınamıram. Çünki bu şirniyyat bişirənlər artıq o qədər bunu dadlandırıblar ki, insanlarımızın sadəcə olaraq onu yeməyən insana mən sadəcə olaraq təşəkkür deyirəm ki, yeməsinlər, özünü qorusunlar. Çünki çox böyük fəsadları var şirniyyatların. Deməli, bugünkü şirniyyatların tərkibi tam ağardılmış undan, şəkər tozundan və bitki spirtləri deyilən yağlardan ibarətdir. Bunları bir açıqlayacağam inşallah. Tam ağardılmış un nədir? Yəni, əla növ un. Əla növ un, yəni buğdanın nişastası ki var, ağappaq nişastası. Bax, orasıdır. Çünki onun gluteni çox olur. O, həmin ağ unun gluteni çox olur. Gluten çox olanda şirniyyat və eyni zamanda çörək daha yaxşı qabarır və yumuşaq olur. Eyni zamanda bunun alladıcı bir ətri də olur. Xoş gəlin bir ətri də olur. Bu birinci məsələ. Deməli, şirniyyatın tərkibində olan ağ unda bol gluten var. Bol gluten özü çox güclü allergikdir və bol nişasta var. Nişasta başdan başa karbohidratdır. Keçdik şəkər tozuna. Şəkər tozu bildiyimiz şəkər tozu, bu da başdan başa karbohidratdır və keçdik yağa. Deməli, bu günləri şirniyyat istehsalında istifadə olunan həmin ki o bitki spirtləri olan yağların əksər, yəni o bitki spirtin 90% palma yağlarıdır. Palma yağlarının da faydaları var. Yəni, məsəl üçün, palmanın məhtindən olan yağ faydalıdır, amma bahadır. Təbii ki, bu bizə gəlmir. Bizə gələn bunun tumundan olan yağdır və bu yağın da fəsadları hamı bilir. Tabii, mən bu yağ haqqında bir dəfə də onun haqqında danışarıq geniş. Deməli, 3 dənə ziyanlı xüsusiyyət hamısı gəlib şirniyyatda toplanıb və bu şirniyyata hələ bundan əlavə dadlandırıcılar da vurulur. Xoş gəlsin deyənə, müxtəlif stabilizatorlar vurulur, xarab olmasın deyə və biz bunu yeyirik. Bu bizə neynir? Biz bunu yeyirik. Birdən-birə bizim qanımıza karbohidratların miqdarı qalxır və karbohidrat mübadiləsi yavaş-yavaş başlayır pozulmağa. Onsuz da bizim yediyimiz qida vasitələri, məsələn biz ət də yesək, bizim bədənimiz onu karbohidrata çevirib toxumalarımıza qida kimi çatdırır. Kərə yağı yesək də yenə də onu karbohidrata çevirib toxumalarımıza enerji kimi çatdırır. Amma biz şirniyyat yeyəndə isə bu hazır karbohidratdır. Bunu artıq bədən nəyəsə çevirmir və bu bədən buna nəzarət edə bilmir. Tutalım ki, biz nə qədər ət yesək də bizim bədənimizə lazım olan qədər bədən onu ətin tərkibindəki zulalı karbohidrata çevirib bizə verir. Amma biz bol karbohidratı birdən-birə qəbul eləyəndə bədən ona nəzarət eləyə bilmir. Qanın tərkibində karbohidratın miqdarı 5-10 dəfədən artıq qalxır yuxarı. Məsələn, tort yeyin, 1-2 dilim tort yeyin, sonra yeyəm qutaran kimi gedin şəkərinizi yoxlatın, gör neçə qalxır. Bax, həmin proses bizim bədənimizdə mədaltı vəzidə langerhas adacığını yenir, məhv eləyir. İnsulin miqdarı, mədaltı vəzimiz məcburdur ki, insulinin miqdarını qaldırsın. Çünki qanın tərkibində karbohidrat normadan 7-8 dəfə çoxdur. Durmadan insulin istehsalını artırır ki, bunun insulin istehsalı qalxsın, karbohidratı neytrallaşdıra bilsin. Və nə olur? Bizim mədaltı vəzimiz 2 ismin yox, 3 ismin çalışır. Çünki insan oğlu karbohidrata dur demir. Elə tortun üstündən yeyə gedir və mədaltı vəz zədələnir, sıradan çıxır, şəkər başlayır. Tək mədaltı vəz zədələnmir ha. Mənə gələn xəstələrimin əksəriyyətində autoimmun zob xəstəliyindən əziyyət çəkən insanların əksəriyyəti bol şirniyyat yeyənlərdir. Həmən analizlərinə baxıram, görürəm ki, autoimmun zobu var, Hashimoto'su var. Birinci sualım olur ki, şirniyyat yeyənsən deyir, bəli. Şirniyyat yeyənlərdə bu da əmələ gəlir. İstər süd vəzlərində mastopatiyalar olsun, qadınlarda danışıram. İstər uşaqlıqda miomalar olsun, kistalar olsun, yumurtalıqda kistalar olsun, düyünlər olsun, hamısında, daha doğrusu bunların əksəriyyətində bol şirniyyat yeyənlərdir. Kişilərin özündə belə prostatitin ilkin əlamətləri, kim ki çox şirniyyat yersə onlarda başlayır. Dediyim kimi şəkər xəstəliyi hər ikisinə aiddir. Və bunlardan başqa şirniyyat özü başqa bir bəlası da odur ki, şirniyyat çox yeyən insanlarda bağırsaq mikroflorası pozulur. Bizim bağırsağımız bizim ikinci ürəyimizdir. Bizim vücudumuzu Allah elə yaradıbdır ki, bizim beynimizdə əlavə ən çox sinir bizim bağırsaqlarımızdadır. Bağırsaqlarımız sinirə çox həssasdır.
bizim bağırsaqlar nəinki qida vasitələrini sormaqdan ibarətdir. Yəni yediyimiz qidaların tərkibindən mineral, vitamin və yaxud da ki, qida vasitələrini sormaqdan ibarətdir. Eyni zamanda bizim bağırsaqlarımız bir sıra vitaminləri istehsal edici bir orqandır. Ona görə də bizim bağırsağımızın mikroflorası pozularsa əgər, yəni bizim bağırsağımızda bizim üçün faydalı olan mikrofloranı öldürən şirniyyat kimi qidaların yeyilməsi gələcəkdə bizim üçün ziyanlı olan bakteriyaların çoxalması ilə nəticələnir ki, həmin bu mikroflorada bizim bədənimizə lazım olan vitamin və minerallar əmələ gəlmir, sorulmur. Və biz nədən əziyyət çəkirik? Astenik əlamətlərdən. Daimi olaraq yorğunluqdan, halsızlıqdan, əsəbdən, stressdən. Bax, bunların hamısının başlanğıcı gəlir, hara çıxır? Bağırsaq mikroflorasının pozulmasından. İnsanlar görmüşsünüz, siz də görmüşsünüz hamınız. Durmadan dəmir preparat içir. Və yaxud da sink içir. Və yaxud da selen içir. Və yaxud da ki, maqnezium içir. Saxlayan kimi problemlər əmələ gəlir. Niyə? Çünki bu insan artıq o qədər şirniyyat yeyib ki, bağırsaq mikroflorası zədələnib, yediyi qida vasitələrinin tərkibindən dəmir sorulmur. Məsələn, dəmir preparatını saxlayan kimin qanı düşür. Məcburdur bunu içsin. Və yaxud da ki, başqa mineralları içsin. Və yaxud da ki, vitaminləri içsin. Bu elə olmaz. Yəni, biz birinci növbədə özümüzün həkimi olmalıyıq. Biz özümüzün həkimi deyiliksə, dünyanın bütün həkimləri yığışsa, ona heç bir fayda verə bilməz. Özdə belə bir şey də var. Şirniyyat yeyənlər narkotik qəbul eləmiş kimin olurlar. Yəni asılı olurlar. Bu şirniyyatın vaxtı çatanda çox narahat olurlar, gərginləşirlər, gözləri şirniyyat axtarır. Bax, belə bir pozğunluqlar əmələ gəlir və bu pozğunluqlardan da gəlsin, indiki həkimlərimiz baş çıxarsın, elə üçün mən qarışıq. Yəni bu insanlara həm psixoloji müalicə lazımdır, həm təbii müalicələrin özü lazımdır. Biz də əlhamdülillah biz başa salırıq, yönləndiririk, gələcəkdə fəsadlarını başa salırıq. Başa düşən düşür, başa düşməyən zaten yenə də başa düşmür və fəsadı da özləri çəkir. Hələ mən demirəm, bol şirniyyat yeyən hamilə xanımlarımızın əmələ gələn uşaqlar. Təsəvvür eləyin ki, dəfələrlə mən görmüşəm, dəfələrlə xərçəng girən uşaq doğulur. Xərçəng girən uşaq doğulur. Mən uşaqlığım Sovet vaxtlarına düşüb. Mən 70, belə deyərdim ki, 65 yaşından aşağı xərçəng xəstəsi görməmişdim. Amma indi xərçəng girən uşaq doğulur. Təsəvvür eləyin, niyə? Ana düzgün qidalanmır. Ana səhərdən axşama şirniyyat yeyir. Bax, bunları nəzərə alın, ailəvizin gələcəyini nəzərə alın, övladlarınızın böyüməsini nəzərə alın və onlara şirniyyatı lazımı olan dozalarda verin. Yəni, məsələn, həftədə bir dəfə, 2 dəfə. Ondan artıq eləməyin. O doza heç vaxt insana fəsad verə bilməz. Yəni, mən özüm onu da yemirəm. Mən heç şirniyyatı yemirəm, nə qədər vaxt yemirəm. Hətta işdə belə bizim əməkdaşlarımız ad günü eləyərsə, kimsə tort gətirərsə, eləyərsə, bir-birlərinə kəsirlər, verirlər. Mən demişəm, mənə verməyin. Nə mən sizə tort gətirib verəcəm, nə də siz mənə verin. Mən ümumiyyətlə şirniyyatı yaxına buraxmıram. Şirniyyatı olan tələbatınızı xurma ilə, kişmişlə, ərik qurusu ilə, yaxud da şirin meyvələrlə, bunlarla ödəyə bilərsiniz. Yəni, şirin istəyinizi balla, təbii ki, də olsa inşallah, bəhməzlə, bunlarla ödəyə bilərsiniz. Və ödəyə bilərsiniz yox, elə bunlarla ödəmək lazımdır. Şirniyyatla ödəmək lazım deyil. Bunlarla ödəyin, qutardı getdi. Sağlam olun, sağlam yaşayın da. Kim üçünsə faydalı olun. Niyə görəm kiminsə yardımına möhtac qalmalısınız? İnsan o zaman dəyərli insan olur ki, həm özünə fayda verir, həm də ətrafına fayda verir. Kiməsə kömək eləyə bilir. Təsəvvür eləyin ki, xəstə alır, yatır, yataqda qalır, kimsə işini gücünü atır, bunun qayğısına qalır. Niyə? Bu adam zamanında bol şirniyyat yeyib bu günə düşüb. Nəsə, bunu uzatmaq da olar. Allah hamıya şəfa versin, Allah hamıya kömək olsun, Allah hamının nəfsinə deyərdim ki, sahib olmaq bir qüdrəti versin. Amin biz də içində. Sağ olun.